Çanta toxumaq üçün akrilik mumcuqlarımızın yeni rəngləri gəlib. Digər rənglərimiz var idi hamısı, yəni o rənglərdən bitməyib. Bəziləri bitmişdi, onlar əvəzi gəlib. Bir də ki, yeni rənglər gəlib, ölçülərlə birlikdə. Onları mən sizə göstərirəm, bütün rəngləri. Baxın, bu tünd yaşıl rəngidir. Tünd yaşıl, bu kvadrat formasıdır. Həm 10 millisi, həm 8 millisi var. Hər ikisinin. Həm 10 millisi, həm 8 millisi var kvadratın. Eyni yaşıl rəngində kristal formalı, yəni kürə formalı kristal. Həm 10 millisi, həm 8 millisi gəlib. Hal-hazırda mağazamızda mövcuddur. Sonra baxın, bu formada sadə. Qırmızı rəngi var bunun. Yəni kristal kimi deyil, adi. Üzəri yəni yastı, şumallı. Həm bunun da 8 millisi var, həm də 10 millisi var qırmızı rənginin. Sonra ondan sonra yeni gələnlərdən baxın. Bu rozov rəngin, bunun bizdə dairə olanı vardı, kürə şəkilli. Bu kvadrat şəkillidir. Bunun da həmçinin həm 8 millisi, həm də 10 millisi var. Baxın, kvadrat şəkilli. Sonra sadə yumrulardan bunlar gəlib. Rozov rəngidir. Bunun da iki ölçüsü mövcuddur. Bu 8 millisidir. Baxın, bu da 10 millisi. Ondan sonra baxın, bu sadə qaradır. Bundan əvvəl bizdə vardı mirvari kimi. Yəni üzəri sadə, kristal kimi olmayan. Bu 8 milli əvvəl bizdə var idi. İndi isə bunun 10 millisi gəlib. Baxın, bu formada. Bir də bunun 12 millisi var. Yəni hal-hazırda 3 ölçüsü mağazamızda mövcuddur. Sonra düym ağ. Baxın, bu formada. Bu da kristal kimi deyil, üzəri sadədir. Baxın, bu formada. Həm 8 millisi, həm 10 millisi var. Ondan sonra xamilyon şəffaf. Bu rəng də bizdə hal-hazırda bitmişdi. Yəni bu da yeni gəlib. Bunun da həmçinin həm 8 millisi, həm 10 millisi mağazamızda mövcuddur. Sonra baxın, belə bir rəng gəlib. Qızılıya oxşar rəngidir. Belə bu formada rəngidir bu. Bu da ən çox istənilən rənglərdən idi. Bunun da kvadratıdır. Həm 8 millisi, həm 10 millisi var. Sonra bu formada dairə kimi. Həmçinin bunun həm 8 millisi, həm 10 millisi gəlib. Baxın, rəngi belədir. Biraz tünd kimi düşür. İşıqda baxın. Belə. Ondan sonra bu qara rəngdir. Yəni, bu qara rəng əvvəldə olub bizdə, bitmişdi. Yəni bu da yeni gəlib. Həm 8 millisi, həm 10 millisi artıq gəlib. Ondan sonra isə bunlar da köhnədən bizdə olanlardır. Baxın, qırmızıdır, 8-10. Sonra şəffaf rəng, rozov rəng. Bu rənglər. Bu rənglər də bizdə əvvəldən olan rənglərdir. Bu da morqlarımızdır. Hal-hazırda mirvarilərimizin ölçüləri gəlməyib. Bunlar da olacaq. Deməli belə. Bunların hər biri hal-hazırda mağazamızın mövcuddur. Həm Əhmədli filialında, həm də Sədrəş filialında bu rənglər hal-hazırda mövcuddur. Ətraflı məlumat üçün nömrəmizə əlaqə saxlaya bilərsiniz və yaxud da mağazamıza yaxınlaşa bilərsiniz məhsullarımızı əldə etmək üçün. Bir də daim bizi izləmədə qalın ki, yeni gələn məhsullarımızı hər zaman gələn kimi paylaşırıq.